Sübh namazını oyadırsan bəzilərini, durur. Deyirsən, oyandın, deyir, hə, oyandım. Qılırsan, deyir, hə, qılıram. Üzvü çevirsən, görün, başını qoydu, yatdı. Düzdür. Üzvü çevirən gözün yatdı. Birsən gəlsən ki, ay, qurban olduğum, durursan. Hə, durmuşam. Ha, durum. Yox ki, yatdı. Bu ayılır, amma tez yatır. Bəzi vaxtlar insan vicdanı oyanır, amma iradəsi zəifdir. Ayəsini deyim sizə. Quranda ayədir. İbrahim Peyğəmbərin qissəsidir, hadisəsidir. Həzrət İbrahim ki, o bütləri qırdı, sındırdı, dağıtdı. Sonra gəldilər bu qövmü. Başladılar İbrahimə sual verməyə. Bu nədir, bu nə hadisədir? İbrahim başladı, onlarla bir diyalog qurdu. Onlarla danışdı. Axırda onlar qayıtdılar. Quran buyurur ki, fərəcəu ilə ənfusihim, ayıldılar. Özlərinə qayıtdılar. Quran belə deyir. Fərəcəu ilə ənfusihim. Özlərinə qayıtdılar. Aha, düz deyir də İbrahim. Amma çox təəssüf eləsin, bu ayılmaq çox az keçdi. Hətta qayıtdılar, fəqalu ənəkum əntumuz zalimun. Biz özümüzə zülm eləmişik ki, bir dönəmdir bütlərə sitayiş edirik. Ayılıb, amma biraz keçdi, summa nukisu ilə rusihim, alə rusihim. İbrahimdən üst çevirdilər, İbrahimdən yenə üzböz dayandılar, vuruşdular. Ayıldı, təzdən yatdı. Mənim arzum budur, Qədir gecəsində ayılırıq, təzdən yatmayaq. Belə sözlər verək özümüzə. Mən praktiki istəyirəm, söhbət edeyim sizlə. Özümüzə vədlər verin indi bu gecə. Vallah böyük zirvələrə yetişmək üçün çox mükəmməl fürsətimiz var. Vallah da dedim bu minbərdən, Peyğəmbər minbər.